Hörmətli müəllimlərimiz, hər birinizi salamlayırıq. Bugün yenə təlim təbii ki, məktəbəqədər təhsildə təlim və fəaliyyətlərin planlaşdırılması, təşkili, idarə edilməsi, dəyərləndirilməsi, proqnozlaşdırılması və digər əlaqəli məsələlər barəsində olacaqdır. Bildiyiniz kimi, bununla bağlı bizim əvvəlki təlimlərimizdən birində bu məsələyə toxunmuşduq və kifayət qədər geniş məlumat verilmişdi. Amma bugün bir daha bunun üzərinə qayıdırıq. Çünki təlimlərimizdə çalışacağıq ki, həmin o mövzuları biraz da dərinləşdirək və müəllimlərimiz üçün daha müfəssəl, daha anlaşılıqlı olsun. Həm də bir növ təkrar deyə bilərik bu mövzulara ki, müəllimlərimiz yenidən baxmaqla əlbəttə ki, bu mövzuları daha da təkmilləşdirə bilərlər. Ümumiyyətlə, planlaşdırma və onun məqsədinin müəyyənləşdirilməsi nədən ibarətdir? Bildiyiniz kimi, məktəbəqədər təhsildə təlim-tərbiyə prosesinin düzgün qurulması ilk növbədə planlaşdırmadan başlayır. Ona görə ki, hər hansı fəaliyyəti əvvəlcədən müəyyən məqsəd olmadan təşkil etdikdə, fəaliyyətin nə üçün keçirildiyi və sonda hansı nəticənin əldə olunacağı tam aydın olmaya bilər. Və bizim bilirsiniz ki, məktəbəqədər təhsil kurikulumuzda, yəni dövlətimizin təhsil kurikulumunda əsasən iki planlaşdırma növü nəzərdə tutulur. Onun, belə deyək, biri illikdir, yəni perspektiv planlaşdırma deyirlər buna. Digəri isə həftəlikdir. Buna isə cari planlaşdırma deyilir. İllik planlaşdırma daha geniş xarakter daşıyır. Çünki bu uşaqların yaş qruplarından, onların inkişaf sahələri ilə deməli bağlı olan bir məsələdir və il ərzində həyata keçiriləcək təlim məzmununu müəyyənləşdirir. Amma həftəlik planlaşdırmada isə daha konkret fəaliyyətlər və tapşırıqlar nəzərdə tutulur. Buna görə də buna deyirlər cari planlaşdırma. Deməli, illik biz perspektiv planlaşdırma dedik adına, həftəlik isə cari planlaşdırma. Yəni, sadə şəkildə desək, illik plan ümumi istiqaməti göstərir, amma həftəlik plan isə həmin istiqamətdə konkret olaraq nə edəcəyimizi müəyyən edir. Və burada əsas məsələlərdən biri də məqsədin düzgün müəyyən olunmasıdır. Müəllim hər hansı fəaliyyətə başlamadan öncə bilməlidir ki, bu fəaliyyətin sonunda uşaq nəyi bacarmalıdır. Məsələn, uşaqlara deyək ki, rəngləri öyrədiriksə, məqsəd sadəcə rənglərin adlarını əzbərlətmək olmamalıdır. Uşaqlar rəngləri tanımalıdır, fərqləndirməlidir və eyni zamanda onları ətrafındakı əşyalarla əlaqələndirməyi də bacarmalıdır. Bu da bizi nəticə yönlülük prinsipinə gətirir. Yəni, əsas diqqət müəllimin nə danışdığına deyil, uşağın fəaliyyət nəticəsində hansı bacarığı qazandığına yönəlir. Və planlaşdırmada inkişaf sahələrinin də nəzərə alınması vacibdir. Məktəbəqədər təhsildə əsas inkişaf sahələri bilirsiniz və artıq bunu bilirik ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdir, idrakin inkişafıdır, estetik və yaradıcı inkişafdır, həmçinin sosial-emosional inkişafdır. Və bu sahələr bir-birindən tam ayrı deyil. Məsələn, uşaqlarla hərəkətli oyun keçirərkən həm fiziki inkişafı dəstəkləmək, həm təhlükəsizlik qaydalarını öyrətmək, həm də uşaqlar arasında əməkdaşlığı inkişaf etdirmək mümkündür. Deməli, bir fəaliyyət eyni anda bir neçə inkişaf sahəsinə də xidmət edə bilər. Və bu da planlaşdırmada inteqrativ yanaşmanın əhəmiyyətini göstərir. İnteqrativ yanaşma da təbii ki, bu inteqrasiya sözündəndir. Yəni, burada bir-birindən əlaqəli şəkildə vəhdət təşkil etməsini göstərir. Və nəticə olaraq deyə bilərik ki, planlaşdırma sadəcə fəaliyyətlərin əvvəlcədən yazılması deyil, bu inkişafın, daha doğrusu uşağın inkişafını nəzərə alaraq məqsədi, fəaliyyəti və gözlənilən o nəticə ki var, onu bir-biri ilə əlaqələndirməkdən ibarətdir. Və düzgün planlaşdırma olduqda müəllim nəyi, nə üçün və hansı nəticəyə çatmaq üçün etdiyini daha aydın bilir. Ən əsası isə bütün bu proses uşağın hərtərəfli inkişafına xidmət etmiş olur. Bundan başqa təlim fəaliyyətlərinin təşkili məsələsi də var. Bilirsiniz ki, planlaşdırmadan sonra növbəti mərhələ həmin planın praktik olaraq həyata keçirilməsidir. Yəni, müəllim artıq nə demək istədiyini müəyyənləşdirib, eyni zamanda nə etmək istədiyini müəyyənləşdirib və indi əsas məsələ uşaqlar üçün uyğun fəaliyyət formasını və metodunu seçməkdir deyə prosesə başlayır. Məktəbəqədər yaş dövründə uşaqların
öyrənməsi əsasən aktiv fəaliyyət və oyun vasitəsilə daha səmərəli olur. Buna görə də təlim yalnız müəllimin danışdığı, uşaqların isə dinlədiyi formada qurulmamalıdır. Uşaq prosesin özündə iştirak etməlidir, hərəkət etməlidir, düşünməli və mümkün qədər də öz fikrini ifadə etməlidir. Yəni uşağa bu mənada azadlıq, sərbəstlik verilməlidir. Bu məqsədlə müxtəlif fəaliyyət formalarından istifadə olunur. Məsələn, süjetli rollu oyunlar, didaktik oyunlar, tapmacalar, musiqili rəqs fəaliyyətləri, rəsm və əl işləri olsun, söhbət və müzakirələr olsun, həmçinin gəzinti və müşahidələr olsun. Məsələn, süjetli rollu oyun zamanı uşaq müəyyən bir obrazı canlandırır. Bu zaman o həm təsəvvürünü inkişaf etdirir, həm də digər uşaqlarla ünsiyyətə girməyi öyrənir. Didaktik oyunlarda isə bilirsiniz ki, uşağın düşünmə və müxtəlif tapşırıqları həll etmək bacarığı inkişaf edir. Yəni didaktik oyunlarda artıq burada belə deyək də, uşağın zehni inkişafı da yüksəliş mərhələsinə qədəm qoyur və bu əlbəttə ki, uşağın gələcək inkişafına birbaşa müsbət təsir göstərir. Burada vacib məqam ondan ibarətdir ki, fəaliyyət sadəcə uşağı məşğul etmək üçün seçilməməlidir. Hər fəaliyyət müəyyən məqsədə xidmət etməlidir. Təlim zamanı iş formalarının düzgün seçilməsi də əhəmiyyətlidir. Bilirsiniz ki, uşaqlarla fərdi iş olur, sonra cüt iş olur, kiçik qrup olur, kollektiv formada işləmək mümkündür. Fərdi iş nədir? Uşağın öz bacarığını sınamasına imkan yaradır. Amma qrup və cütlərlə iş isə onlarda əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafına birbaşa imkan yaradır. Eyni zamanda fəaliyyətlər uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Çünki hər uşaq eyni tempdə öyrənmir və eyni fəaliyyətə eyni maraq göstərmir. Təlim mühiti də bu prosesin vacib hissəsidir. Otaqda deyək ki, uşaqların istifadə edə biləcəyi oyun materialları olsun, kitablar olsun, rəsm və yaradıcılıq vasitələri, digər məsələlər hamısı təbii ki, onların sərbəst fəaliyyətinə uyğun qurulmalıdır. Eyni zamanda təhlükəsiz bir mühitdə yerləşməlidir ki, bu təhlükəsizlik məsələsi də əlbəttə ki, ön planda olmalıdır. Çünki uşaqlar yaşına uyğun olaraq davranış qaydaları tam olaraq onda formalaşmaya bilər. Bəzi deyək ki, materiallarla işlədikdə onların demək sağlamlığı üçün ziyan vura bilər. O baxımdan da bunların təşkili onların fəaliyyət mexanizminə, prinsipinə uyğun qurulduğu kimi eyni zamanda təhlükəsizlik məsələləri də burada daima ön planda olmalıdır. Və beləliklə təlim fəaliyyətlərinin təşkili zamanı əsas məqsəd uşağı prosesin pasiv iştirakçısı etmək yerinə əksinə onu fəal iştirakçıya çevirir, maraq və təşəbbüsünü dəstəkləmək olur. Yəni, yaxşı təşkil olunmuş fəaliyyət həm uşağa maraqlı olmalıdır, həm də onun müəyyən bacarıqlarının inkişafına birbaşa xidmət etməlidir. Yəni, bu məsələlər önəm daşıyır və bunlara xüsusi diqqət etmək lazımdır. Bununla yanaşı tədris prosesində müəllimin rolu və əməkdaşlıq məsələsi çox önəmlidir. Bilirik ki, məktəbə qədər təhsildə müəllimin rolu yalnız uşaqlara məlumat verməklə məhdudlaşmır. Müəllim eyni zamanda uşağın fəaliyyətini istiqamətləndirən, onu müşahidə edən və inkişafına dəstək göstərən əsas şəxslərdən biridir. Burada müəllimin əsas vəzifələrindən biri uşaqlar üçün uyğun və dəstəkləyici mühit yaratmaqdır. Məsələn, deyək ki, uşaqların istifadə etdiyi oyun və təlim materialları onların yaşına uyğun və əlçatan olmalıdır. Müəllim də fəaliyyət zamanı uşaqlarla birlikdə iştirak etməlidir, lazım gəldikdə suallar da verməlidir və onları düşünməyə vadar etməlidir. Digər mühüm məsələ isə uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaqdır. Biraz öncə qeyd etdiyimiz kimi. Çünki eyni yaşda olan uşaqların maraqları, bacarıqları və öyrənmə tempi fərqli ola bilər. Müəllim müşahidə yolu ilə bu fərqləri müəyyənləşdirməlidir və hər uşağa uyğun dəstək göstərməlidir. Məsələn, hansısa uşaq müəyyən tapşırığı yerinə yetirməkdə çətinlik çəkirsə, müəllim ona fərdi şəkildə kömək edə bilər. Əgər eyni çətinlik bir neçə uşaqdan müşahidə olunursa, bu zaman əlavə qrup fəaliyyəti təşkil etmək də mümkündür. Müəllimin fəaliyyətində bununla yanaşı əməkdaşlıq məsələsi də mühüm yerə sahibdir. İlk növbədə müəllim uşaqlarla əməkdaşlıq etməlidir. Uşağın fikrinə qulaq asmalıdır, onun təşəbbüsünü dəstəkləməlidir və fəaliyyət zamanı seçim etməsinə imkan yaratmalıdır. Bu zaman daha müsbət təlim mühiti formalaşacaqdır. Bununla yanaşı müəllim digər pedaqoqlarla və xüsusilə valideynlərlə də əməkdaşlıq etməlidir. Valideynlərlə əməkdaşlıq uşağın inkişafını daha yaxşı izləməyə imkan verən bir prosesdir. Müəllim uşağın fəaliyyəti, nailiyyətləri və ehtiyacları barədə valideynləri mütəmadi məlumatlandırmalıdır. Eyni zamanda valideynin
müşahidələrini də nəzərə almalıdır və burada əlbəttə ki, uşaqla bağlı məsələlərdə daima valideyn müəllim əməkdaşlığı qurulmalıdır və bu prinsipcə eyni zamanda uşağın müşahidəsi məsələsinə əsaslanmalıdır və onlar müşahidə etdiyi məsələləri imkan daxilində bir-biri ilə bölüşməli və yeri gəldikdə valideyn müəllimə, müəllim isə valideynə lazımi informasiyaları ötürməlidir. Burada vacib məqam odur ki, valideynlə əlaqə yalnız problem yarandıqda qurulmamalıdır. Uşağın əldə etdiyi uğurlar və müsbət dəyişikliklər də valideynlərlə paylaşılmalıdır. Beləliklə, müəllim, uşaq, valideyn arasında əməkdaşlıq qurulduqda uşağın inkişafına daha bütöv bir yanaşmaq mümkün olur. Belə bir yanaşma ortaya çıxır. Ümumilikdə isə müəllimin rolu əlbəttə ki, 3 əsas istiqamətdə özünü göstərir. Burada fəaliyyəti təşkil etməkdir məsələ, uşağın inkişafını müşahidə etməkdir və ona uyğun dəstək göstərməkdir. Yəni, birinci müəllim fəaliyyəti təşkil edir, sonra fəaliyyət prosesində uşağın inkişafını müşahidə edir və müşahidə etdiyi proseslər fonunda ona uyğun dəstək göstərir. Yəni, fəaliyyəti təşkil etmək, uşağın inkişafını müşahidə etmək və ona uyğun dəstək göstərmək. Yəni, məktəbə qədər təhsildə müəllim sadəcə məlumat ötürən şəxs olmur, o eyni zamanda uşağın öyrənmə prosesini müşahidə edən və onun inkişafı üçün uyğun şərait yaradan bir pedaqoq olur. Bu çox önəmli məsələlərdəndir əlbəttə ki. Digər mühüm məqamdan danışacağıq ki, bu da idarə etmə və təşkilat məsələsi ilə bağlıdır. Bilirsiniz ki, məktəbəqədər təhsil müəssisəsində təlim prosesinin keyfiyyətli təşkili yalnız müəllimin fəaliyyətindən asılı olacaq bir məsələ deyil. Bunun üçün müəssisənin ümumi idarəetmə sisteminin də düzgün qurulması vacibdir. İdarəetmə dedikdə müəssisənin fəaliyyətinin planlaşdırılmasıdır, təşkil olunmasıdır, əlaqələndirilməsidir və görülən işlərin daima nəzarətdə saxlanılması məsələsidir. Azərbaycan qanunvericiliyinə əsasən məktəbəqədər müəssisələrin idarə olunmasında, yəni bağçaların idarə olunmasında şəffaflıq və kollegiallıq prinsipinə diqqət yetirilir. Bu prosesdə bağça rəhbəri, pedaqoji şura, metodist və valideynlər müxtəlif istiqamətlər üzrə bu prosesin iştirakçısına çevrilirlər. İlk növbədə bağça rəhbərinin rolunu qeyd etmək olar. Rəhbər, yəni bağça müdürü, müəssisənin gündəlik fəaliyyətinə cavabdeh olur. Təlim planlarının icrasını nəzarət edir, müəllimlərin fəaliyyətini əlaqələndirir və valideynlərlə əlaqələrin qurulmasına şərait yaradır. Pedaqoji şura isə təlim-tərbiyə prosesi, metodik məsələlər və digər pedaqoji məsələlərin müzakirəsində mühüm rol oynayır. Yəni, hər hansı bir məsələ baş verdikdə pedaqoji şura təşkil olunur, çağırılır və orada bu məsələlər müzakirə olunur. Yəni, burada müəllimlərin qarşılaşdığı məsələlər müzakirə olunur və təlim prosesinin daha yaxşı təşkil edilməsi üçün qərarlar qəbul edilir. Metodistin rolu da xüsusilə vacibdir. Metodist müəllimlərə metodik dəstək göstərir, onların fəaliyyətini əlaqələndirir və yeni təhsil yanaşmalarının tətbiqində, yəni həyata keçirilməsində kömək edir. Bütün bu şəxslərin fəaliyyətinin bir-biri ilə əlaqələndirilməsi prosesi koordinasiya adlanır. Çünki hər kəs öz işi ilə məşğul olsa da, ümumi məqsəd eyni olmalıdır. Məktəbəqədər təhsilin keyfiyyətini yüksəltmək. Bunun üçün də nə lazımdır? Koordinasiya, yəni əlaqələrin qurulması. İdarəetmənin digər mühüm istiqaməti isə monitorinqdir. Monitoring vasitəsilə təlim-tərbiyə prosesinin necə getdiyini davamlı şəkildə izləmək mümkündür. Monitoring, yəni bir baxış keçirmək. Adi bir söz var, monitor sözü, baxmaq. Yəni, sözün kökü də oradandır. Yəni, baxış keçirmək. Təlim-tərbiyə prosesinin necə getdiyini izləmək və burada təbii ki, davamlı şəkildə izlənilməsi də əsasdır. Belə deyək, müəllim uşaqların fəaliyyətini və inkişafını bu proseslə müşahidə edir. Rəhbərlik və metodist isə ümumi prosesin necə təşkil olunduğunu izləyirlər. Əgər müəyyən çətinlik və çatışmazlıq aşkar edilərsə, onlardan qaldırmaq üçün və yaxud da onlardan qaldırılması üçün tədbirlər həyata keçirilirlər. Və burada monitorinqi yalnız nəzarət kimi başa düşmək olmaz. Əsas məqsəd mövcud vəziyyəti müəyyənləşdirmək və eyni zamanda nəticələrə əsasən təlim prosesini daha da təkmilləşdirməkdir, mükəmməlləşdirməkdir. Məsələn, müşahidələr göstərirsə ki, uşaqlar belə deyək, müəyyən bacarığın formalaşmasında çətinlik çəkirlər, həmin istiqamətdə əlavə fəaliyyətlər və ya fərdi dəstək təşkil edilə bilər. Beləliklə, məktəbəqədər müəssisədə düzgün idarə etmə yalnız rəhbərin fəaliyyətindən ibarət deyil, burada rəhbərlik, müəllim, metodist və valideynlər arasında əməkdaşlıq və koordinasiya
çox vacibdir. Nəticədə idarəetmənin əsas məqsədi sadəcə müəssisənin gündəlik işini təşkil etmək deyil, təlim-tərbiyə prosesinin sistemli, məqsədyönlü və keyfiyyətli şəkildə həyata keçirilməsinə şərait yaratmaqdan ibarət olur. Digər mühüm məqam qiymətləndirmə və dəyərləndirmə məsələsidir. Bilirsiniz ki, məktəbəqədər təhsildə növbəti mühüm istiqamət olan qiymətləndirmə və dəyərləndirmə də çox, belə deyək, mühüm yerə sahib olan anlayışlardır. Qiymətləndirmə nədir? Birinci buna baxaq. Qiymətləndirmə uşağın inkişafı və nailiyyətləri haqqında məlumatların toplanması prosesidir. Dəyərləndirmə isə toplanmış həmin məlumatların təhlil olunması və nəticə çıxarılmasıdır. Yəni, sadə şəkildə desək, əvvəlcə uşaq müşahidə olunur, onun fəaliyyəti haqqında məlumat toplanılır. Daha sonra həmin məlumatlara əsaslanaraq uşağın hansı istiqamətə inkişaf etdiyini və hansı sahədə əlavə dəstəyə ehtiyac olduğunu müəyyənləşdiririk. Və burada əsas məqsəd uşağa sadəcə qiymət vermək deyil, məqsəd onun inkişaf səviyyəsini daha yaxşı başa düşmək və növbəti təlim fəaliyyətlərini düzgün qurmaqdan ibarətdir. Qiymətləndirmə zamanı fərdi yanaşma xüsusi bir əhəmiyyət daşıyır. Çünki hər uşağın inkişaf tempi və bacarıqları dediyimiz kimi eyni olmur və bir uşaq deyək ki, nitq sahəsində daha yaxşı inkişaf edə bilirsə, digər isə motor və yaradıcı fəaliyyətlərdə daha güclü ola bilər. Ona görə də uşaqları bir-biri ilə müqayisə etməkdənsə, hər bir uşağın öz inkişaf dinamikasına baxmaq daha düzgün yanaşma hesab olunur. Qiymətləndirmə üçün əsas üsullardan biri bilirsiniz ki, müşahidədir. Müəllim uşağın oyun zamanı, qrup fəaliyyətində, söhbətdə və müxtəlif tapşırıqlar zamanı davranışını izləyir. Məsələn, uşaq digər uşaqlarla necə ünsiyyət qurur, tapşırıq çətinləşdikdə necə reaksiya verir, öz fikrini ifadə edə bilirmi və bütün bunlar müşahidə zamanı müəyyən edilə bilir. Bununla yanaşı uşağın hazırladığı işlər, portfeli, müsahibə, sual-cavab və müxtəlif qeydlər də məlumat toplamaq üçün istifadə oluna bilər. Amma məlumat toplamaq özü son məqsəd deyil. Əsas məsələ, deməli, həmin məlumatların təhlil edilməsidir. Məsələn, belə deyək, müşahidə nəticəsində məlum olur ki, uşaq rəngləri və formaları yaxşı fərqləndirir. Amma fikrini şifahi ifadə etməkdə çətinlik çəkir. Bu halda müəllim uşağın güclü tərəflərindən istifadə edərək onun nitq bacarığını inkişaf etdirən əlavə fəaliyyətlər təşkil edə bilər. Və burada qiymətləndirmənin inkişaf etdirici rolu ortaya çıxır. Əgər qiymətləndirmə nəticəsində uşaqların müəyyən mövzuda çətinlik çəkdiyi müəyyən edilibsə, müəllim həmin mövzuya yenidən qayıtmalıdır və başqa metodlardan istifadə etməlidir. Məsələn, əlavə oyunlar, praktiki tapşırıqlar və qrup fəaliyyətləri təşkil etmək belə proseslərdə mümkündür. Beləliklə, qiymətləndirmə təlim prosesinin sonunda dayanmış bir mərhələ deyil, əksinə onun nəticələri növbəti fəaliyyətlərin planlaşdırılmasına təsir edir. Yəni, burada bir ardıcıllıq yaranır, əvvəlcə planlaşdırırıq, sonra fəaliyyət təşkil edirik, uşağı müşahidə edirik, nəticələri təhlil edirik və həmin nəticələrə əsaslanaraq növbəti fəaliyyəti yenidən qurmuş oluruq. Və bu baxımdan qiymətləndirmənin əsas dəyəri uşağa nə qədər yaxşıdır deməklə deyil, bundan sonra onun inkişafı üçün nə etmək lazımdır sualına cavab verməkdədir. Və nəticədə düzgün aparılan qiymətləndirmə həm müəllimə, həm valideynə, həm də ümumi təlim prosesinə uşağın inkişafı haqqında daha aydın təsəvvür yaradır. Təbii ki, bu proseslərin daha növbəti mərhələsində proqnozlaşdırma var. Amma bu mövzuda əvvəlcə vacib bir məqamı qeyd etmək lazımdır. Azərbaycanda, belə deyək, məktəbəqədər təhsil proqramında proqnozlaşdırma ayrıca və konkret normativ tələb kimi işlənməyib. Yəni, bunu Azərbaycan kurikulumunda ayrıca müəyyən edilmiş məcburi fəaliyyət kimi təqdim etmək düzgün olmaz. Proqnozlaşdırma anlayışına daha çox xarici pedaqoji və psixoloji yanaşmalarda rast gəlinir. Yəni, ümumi mənada isə proqnozlaşdırma uşağın gələcəkdə baş verə biləcək hadisələri əvvəlcən təsəvvür etməsi və mövcud təcrübəsinə əsaslanaraq nəticəni düşünməsi kimi izah olunur. Məsələn, uşağa belə bir sual verirək, deyirik ki, səncə bundan sonra nə baş verəcək? Uşaq əvvəlki təcrübəsinə və hazırda gördüklərinə istinad edərək, əsaslanaraq hadisənin davamını təxmin etməyə çalışır və bu uşağın düşünmə qabiliyyətinin inkişafı baxımından əhəmiyyətlidir. Çünki uşaq
artıq yalnız baş verən hadisəni müşahidə etmir, onun sonrakı nəticəsi haqqında da düşünür. Proqnozlaşdırma planlaşdırma ilə də müəyyən əlaqəyə malikdir. Məsələn, uşaq qarşıda hansı fəaliyyətin olacağını düşünür, nə edəcəyini əvvəlcədən təsəvvür edir və müəyyən seçimlər etməyə başlayır. Müəllim baxımından da bu yanaşmanın müəyyən bir əhəmiyyəti var. Çünki müəllim uşaqları müşahidə edərək onların gələcək ehtiyaclarını əvvəlcədən nəzərə ala bilər. Məsələn, müşahidə zamanı müəyyən olunur ki, bir uşaq hansısa fəaliyyətə xüsusi maraq göstərir və müəllim növbəti məşğələləri həmin marağı nəzərə alaraq daha da zənginləşdirə bilər. Başqa bir halda isə uşaq deyək ki, müəyyən bacarığın formalaşmasında çətinlik çəkə bilər. Müəllim bunu əvvəlcədən nəzərə alaraq gələcək fəaliyyətlərdə həmin uşağa əlavə dəstək göstərə bilər. Amma burada bir şey dəqiq ayırmaq lazımdır ki, proqnozlaşdırma uşağın gələcəyini dəqiq şəkildə müəyyən etmək demək deyil. Müəllim bu uşaq gələcəkdə belə olacaq deyə qəti nəticə çıxarmamalıdır. Daha düzgün yanaşma mövcud müşahidələrdən istifadə etməklə gələcək təlim ehtiyaclarını nəzərə almaq hesab olunur. Xarici yanaşmalarda isə, yəni beynəlxalq prosesdə isə uşağın gələcəyi təsəvvür etməsi, əvvəlki təcrübəsinə əsasən gələcək hadisələri düşünməsi və gələcəklə bağlı müəyyən seçimlər etməsi bu baxımdan izah olunur. Beləliklə, nəticəyə gələ bilər ki, proqnozlaşdırmanı burada daha çox uşağın düşünmə və gələcəyi təsəvvür etmə bacarığı, müəllim üçün isə gələcək təlim ehtiyaclarını əvvəlcədən nəzərə alma imkanı kimi başa düşmək olur. Yəni, uşağın düşüncəsi, gələcəyi planlaması, müəllimin isə öz təlim prosesinin gələcəyini düşünməsi ilə bağlı kimi düşünmək olar. Elə proqnoz verməkdə əlbəttə ki, aydın məsələdir. Yəni, bununla bağlı bir sual düşəndə proqnozlaşdırma adından məlum olduğu kimi biraz irəlini düşünmə, biraz önü görmə kimi başa düşərək bu istiqamətdə sualı müəyyənləşdirə bilərsiniz. Yəni, əsas fikir budur. Mövcud vəziyyəti düzgün müşahidə etdikdə gələcək fəaliyyətləri də daha məqsəd yönlü planlaşdırmaq mümkün olur. Və əlbəttə ki, bu proseslər, yəni mütləq davamlı olmalıdır. İstər dediyimiz kimi qiymətləndirmə, dəyərləndirmə olsun, istər proqnozlaşdırma olsun. Bütün bunların hamısı müəllimlərin, belə deyək, həyata keçirməli olduğu vacib nüanslardandır ki, bu proseslər çərçivəsində məhz, belə deyək, üzr istəyirəm, uşaqların təlim imkanlarını, onların gələcək potensialını ortaya çıxarmaq mümkün olur. Və əlbəttə ki, nəticə də burada önəmlidir. Yəni, mövzu üzrə əsas istiqamətlər nəzərə saldıqda görürük ki, məktəbə qədər təhsildə planlaşdırma olsun, fəaliyyətlərin təşkili olsun, müəllimin rolu olsun, idarəetmə olsun, qiymətləndirmə və dəyərləndirmə bir-birindən ayrı proseslər deyil. Əksinə, bunlar bir-birini tamamlayan vahid bir sistem təşkil edir və proses ilk növbədə planlaşdırmadan başlayır. Müəllim əvvəlcə müəyyən edir ki, hansı fəaliyyət keçiriləcək, bu fəaliyyətin məqsədi nədən ibarətdir və sonda uşağın hansı nəticəyə çatması gözlənilir. Daha sonra həmin plan fəaliyyətə çevrilir, uşaqlar oyun, söhbət, müşahidə, yaradıcılıq və digər fəaliyyətlər vasitəsilə prosesdə iştirak edirlər və burada uşağın yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Yəni, bu prosesin mərkəzində isə müəllim dayanır. Amma müəllimin rolu sadəcə məlumat ötürmək demək deyil. Dediyimiz kimi, o uşağın fəaliyyətini istiqamətləndirməlidir, müşahidə etməlidir, uyğun mühit yaradaraq və ehtiyac olduqda fərdi və qrup şəkildə yüzdən dəstək göstərməlidir. Eyni zamanda müəllim tək fəaliyyət göstərmir. Valideynlər dediyimiz kimi metodistlər işləyir burada, digər pedaqoqlar işləyir və müəssisə rəhbərliyi ilə bərabər əməkdaşlıq təlim prosesinin daha səmərəli qurulmasına imkan yaradır. Və bütün bunların fonunda əlbəttə ki, digər tərəfdən də bu fəaliyyətlərin düzgün həyata keçirilməsi üçün idarəetmə və təşkilat da vacibdir. Dediyimiz kimi, rəhbərliyin, pedaqoji şuranın və metodistin fəaliyyəti müəssisədə təlim-tərbiyə belə deyək, prosesinin əlaqələndirilməsinə və nəzarətdə saxlanılmasına kömək edir. Bütün bunlardan sonra isə qiymətləndirmə və dəyərləndirmə mərhələsini dedik ki, bu da çox vacib nüanslardan biridir. Yəni, burada əsas məqsəd uşağa sadəcə qiymət vermək olmadı, əsas məqsəd onun hansı istiqamətdə və ya yönəldiyini və ya hansı istiqamətdə inkişaf etdiyini müəyyənləşdirmək və gələcək fəaliyyətləri buna uyğun qurmaqdan ibarət oldu. Əslində, burada bir dövrə yaranırıq ki, planlaşdırırıq, fəaliyyəti təşkil edirik, müşahidə aparırıq, nəticələri dəyərləndiririk və həmin nəticəyə əsasən yenidən planlaşdırırıq. Yəni, bu proses bu şəkildə davam edir. Və proqnozlaşdırma məsələsində isə qeyd etdiyimiz kimi, Azərbaycan məktəbəqədər təhsil proqramında ayrıca normativ tələb yoxdur, lakin mövcud müşahidələr əsasında uşağın gələcək təlim ehtiyaclarını nəzərə almaq əlavə pedaqoji yanaşma kimi faydalı ola bilər.
Ümumilikdə isə bütün bu istiqamətlərin əsas məqsədi eynidir: uşağın hərtərəfli inkişafının təmin edilməsi. Yəni məktəbəqədər təhsil yalnız uşağa müəyyən bilikləri öyrətməkdən ibarət deyil. Burada uşağın fiziki, idraki, yaradıcı və sosial-emosional inkişafı birlikdə nəzərə alınır. Və sonda belə bir nəticəyə gəlmək olar ki, keyfiyyətli məktəbəqədər təhsil, düzgün planlaşdırma, məqsədyönlü fəaliyyət, peşəkar müəllim, düzgün idarə etmə və davamlı dəyərləndirmənin vəhdəti əsasında qurulur. Ən əsası isə bütün bu proseslərin mərkəzində uşaq dayanır. Çünki görülən hər bir işin son məqsədi uşağın potensialını mümkün qədər düzgün şəkildə üzə çıxarmaq və onun gələcəyi üçün mümkün, demək, möhkəm təməl yaratmaqdan ibarətdir. Bununla da bugünkü mövzumuzu da yekunlaşdırırıq və həmişə olduğu kimi təbii ki, yenə vizual formada olan videomuza sizi baxmağa dəvət edirəm. Hər birinizə sağ olun, salamat qalın deyirəm. Salam, hörmətli müəllimlər. Bugün məktəbəqədər təhsildə təlim və fəaliyyətlərin planlaşdırılması, təşkili, idarə edilməsi, dəyərləndirilməsi və proqnozlaşdırılması mövzusunu ətraflı şəkildə nəzərdən keçirəcəyik. Düşünürəm ki, hər biriniz bu proseslərin içindəsiniz. Yəni, bu sizin gündəlik işinizin ayrılmaz bir hissəsidir. Amma bugün biz məsələyə sadəcə quru qaydalar, hansısa normativlər çərçivəsindən baxmayacağıq. Gəlin, tədris prosesinin hər bir incəliyini vahid canlı bir orqanizm, həqiqi bir sistem kimi təhlil edək. Məqsədimiz bu qaydaların real gündəlik təlim mühitində necə bir-birinə bağlandığını, əslində işimizi necə asanlaşdırdığını görməkdir. Başlayaq, elə deyilmi? Gündəliyimizdə əsasən 5 mühüm dayanacağımız olacaq: planlaşdırma, təlimin təşkili, idarə etmə, qiymətləndirmə və nəhayət proqnozlaşdırma. Bilirsiniz, biz bu beşliyə sadəcə yerinə yetirilməli olan vəzifələr siyahısı kimi deyil, əsl pedaqoji sikl kimi yanaşacağıq. Yəni, qırılmaz bir zəncir. Biri bitir, digəri başlayır və hər biri o birini qidalandırır. Beləliklə, birinci bölməmizə keçək: planlaşdırma və məqsədlərin təyini. Bu mərhələ bütün təlim-tərbiyə prosesinin təməl sütunudur. Hər hansı böyük uğur doğru qurulmuş təməldən başlayır. Bizim kurikulum planlaşdırmanı iki yerə bölür: illik, yəni perspektiv planlaşdırma və həftəlik, yəni cari planlaşdırma. İllik planlaşdırmaya makro səviyyəli bir xəritə kimi baxa bilərsiniz. Bu, uşağın inkişaf sahələri üzrə bütün bir tədris ilini əhatə edir. Burada ən vacib şərt tədris məzmununa integrativ yanaşmaqdır. Bəs həftəlik planlaşdırma nədir? O artıq bizim mikro səviyyəmizdir. Yəni, o böyük hədəflərə çatmaq üçün hər gün, hər həftə nələr edəcəyik, hansı alt standartları reallaşdıracağıq, hansı fəaliyyətləri quracağıq. Baxın, məqsəd bu ikisi arasındakı qırılmaz bağı, o məntiqi ardıcıllığı qorumaqdır. İllik planımız bizə haraya gedəcəyimizə, həftəlik planımız isə oraya necə çatacağımızı göstərir. Bayaq qeyd etdim ki, illik plan inkişaf sahələri üzrə qurulur. Yaxşı, bəs hansı sahələrdir bunlar? Azərbaycan kurikulumu məktəbəqədər yaşlı uşaqların inkişafını 4 əsas istiqamətdə qruplaşdırır. Birinci, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İkinci, idrakin inkişafı. Üçüncü, estetik və yaradıcı inkişaf. Və dördüncü, sosial-emosional inkişaf. Dövlət hər bir sahə üçün konkret hədəflər müəyyən edib. Amma burada çox incə bir məqam var. Biz bu sahələrə bir-birindən ayrı, divarlarla əhatələnmiş adalar kimi baxa bilmərik. Qətiyyən. Onların hamısı birlikdə işləməli, bir-birini tamamlamalıdır. Elə isə gəlin bu tamamlanmanın özəyi olan inteqrasiya məsələsinə dərindən baxaq. İnteqrasiya əsasən iki növə bölünür: vertikal və füqi. Vertikal inteqrasiya uşağın yaşları arasındakı körpüdür. Yəni, 3 yaşındakı bir fəaliyyət hər zaman 4 yaşındakı daha mürəkkəb fəaliyyətə zəmin yaratmalıdır. Hər şey ardıcıl şəkildə böyüyür. Üfüqi inteqrasiya isə biraz fərqlidir. Bu, eyni yaş qrupunda, yəni elə o an keçdiyiniz məşğələdə fərqli inkişaf sahələrini bir-birinə bağlamaqdır. Təsəvvür edin, həyətdə idman məşğələsi keçirsiniz. İlk baxışdan deyə bilərik ki, bu yalnız fiziki inkişafdır, düzdür? Amma siz oyun zamanı uşaqlara ehtiyatlı olmağı, təhlükəsizlik qaydalarını xatırladırsınızsa və ya onlarda komanda yoldaşına kömək etməklə sosial bacarıqlar, özünə inam formalaşdırırsınızsa, bax, artıq siz möhtəşəm bir üfüqi inteqrasiyaya nail olmusunuz. Planlaşdırmamızın son və ən həlledici nöqtəsi təlim məqsədləri və gözlənilən nəticələrdir. Bütün məqsədlərimiz dövlət standartlarına, oradakı alt standartlara tam uyğun olmalıdır. Qanunvericilik tələb edir ki, hər bir yaş qrupu üçün hansı səriştələrin əldə olunacağı öncədən çox aydın şəkildə təyin olunsun. Soruşa bilərsiniz ki, niyə bu hədəfləri əvvəlcədən bu qədər dəqiq cızmalıyıq? Çünki o nəticələr sadəcə bugün nə öyrədəcəyimizi təyin etmir, eyni zamanda sabah uşağın nələri öyrəndiyini, hansı nailiyyətləri qazandığını ölçməkdir.
ölçmək üçün əlimizdəki yeganə meyara çevrilir. Hədəf yoxdursa, nəticəni ölçmək də mümkün deyil. İndi isə keçirik ikinci bölməmizə. Təlim fəaliyyətlərinin təşkili. Gəlin görək, okurduğumuz möhtəşəm planlar reallıqda uşaqlar üçün necə həyata keçirilir? Bəli, planlar kağız üzərində hazırdır. Bəs praktika? Kurikulum çox açıq şəkildə vurğulayır ki, məktəbəqədər dövrdə öyrənmə mütləq oyunla zənginləşdirilməlidir. Fəaliyyətlərimiz rəngarəng olmalıdır. Məsələn, sujetli rollu oyunları götürək. Uşaq həkim olur, satıcı olur, bununla da həyatı simulyasiya edir, dünyanı dərk edir. Didaktik oyunlar isə daha çox zehni bacarıqları və kiçik motorikanı işə salır. Sonra musiqili rəqs fəaliyyətləri var. Bu, sinxron hərəkət, ritm duyğusu üçündür. Təsviri sənət, yəni rəsm və yapma, uşağın içindəki o sonsuz yaradıcılığı üzə çıxarır. Və təbii ki, söhbət, müzakirə, gəzinti və müşahidə. Bunlar uşağın ətraf aləmlə, təbiətlə birbaşa təmasda olmasını və nitqinin inkişaf etdirir. Bütün bunlar sadəcə fəaliyyət növləri deyil, əslində uşağı öyrənməyə bağlayan sehirli alətlərdir. Təbii ki, fəaliyyətləri təşkil edərkən diferensiallaşdırma, yəni yaşa görə fərqli yanaşma mütləqdir. Baxın, 1-3 yaşlı körpələrlə əsasən fərdi və yarımqruplu işlər aparılır. Niyə? Çünki bu yaşda uşaq mən mərkəzlidir, o fərdi diqqətə ehtiyac duyur, hər şeyi özü yoxlamaq istəyir. Amma 3-6 yaşa keçəndə situasiya tamamilə dəyişir. Artıq iş formaları şaxələnir, fərdi iş qalır. Amma bununla yanaşı cütlərlə iş, kiçik qrup və kollektiv fəaliyyətlər də dövriyyəyə girir. Çünki onlar artıq bir-birləri ilə ünsiyyət qurmağı, bərabər işləməyi, gözləməyi və ictimai qaydaları öyrənməlidirlər. Təcrübəli müəllim məhz bu formatları uşağın yaşına və psixologiyasına uyğun çox incə bir ustalıqla dəyişə bilən şəxsdir. Yaxşı, bütün bu oyunları, fəaliyyətləri harada keçiririk? Bəli, sinif otağımızda. Bəs məkan özü necə olmalıdır? Kurikulum deyir ki, otaq sadəcə 4 divar deyil, aktiv öyrənmə mərkəzidir. Otaqdakı materiallar, rənglər, estetik görünüş, bunların heç biri sadəcə bəzək əşyası deyil. Bunların hamısı uşağı öyrədən vasitələrdir. Otaqda fəaliyyət mərkəzləri olmalıdır. Məsələn, uşaqların öz emosiyalarını tanıması, özünü dərk etməsi üçün güzgülər, kitablara sevgi yaratmaq üçün kiçik, rahat bir kitabxana güşəsi, yaradıcılıq mərkəzləri. Uşaq üçün təhlükəsiz, azad və ruhlandırıcı bir mühit olanda, inanın mənə, öyrənmə prosesi öz-özünə çox təbii şəkildə baş verir. Və gəlirik 3-cü bölməmizə. İdarə etmə və müəllimin rolu. Uşaqların dünyasından biraz uzaqlaşıb, bu möhtəşəm prosesin arxasında dayanan insanlara, yəni elə bizlərə baxacağıq. Məktəbəqədər təhsildə müəllim, tərbiyəçi kimdir? Əvvəllər belə bir düşüncə var idi ki, müəllim hər şeyi biləndi, uşaq isə sadəcə dinləyəndi. Xeyr, bu yanaşma artıq keçmişdə qalıb. Müasir müəllim sadəcə məlumat ötürücüsü deyil, o, uşaqla bərabər öyrənəndi. Birincisi, müəllim fəaliyyətə birbaşa qatılır, yəni oyunun bir parçası olur, uşaqla uşaqlaşır. İkincisi, o təhlükəsiz mühiti, o emosional fonu yaradır. Üçüncüsü, müəllim əslində bir tətbiqatçıdır. Daim müşahidə edir, uşağın ən kiçik irəliləyişini qeyd edir. Bundan əlavə, koordinasiya bacarığı mütləqdir, valideynlə, həmkarı ilə əlaqədə olur. Nəhayət, fərdi və qrup dəstəyi verir. Yəni o, harda müdaxilə etmək lazım olduğunu, harda uşağı sərbəst buraxmaq lazım olduğunu hiss edən əsl bələdçidir. Əlbəttə ki, heç bir müəllim bu nəhəng yükün altında tək deyil. Prosesin arxasında güclü kollegial bir idarə etmə dayanır. Hər kəsin öz dəqiq rolu var. Ən üstdə bağça rəhbəri, yəni müdür dayanır. O, təhsil standartlarının ümumi icrasına, müəssisənin gündəlik həyatına cavabdehdir. Ali idarə edici orqan isə pedaqoji şuradır. Bütün kurikulum, metodologiya məsələləri burada müzakirə olunur və təsdiqlənir. Və bizim üçün ən yaxın dəstəkçi metodist. Metodistlər müəllimləri istiqamətləndirən, yeni usulların tətbiqində onlara məsləhətlər verən, fəaliyyətləri koordinasiya edən peşəkarlardır. Bir sözlə, müəssisə saat mexanizmi kimi işləməli, hər dişli çarx digərini hərəkətə gətirməlidir. İdarə etmə deyəndə sadəcə işçi heyətini nəzərdə tutmuruq. Bəs valideynlər, onlar bizim ən güclü və strateji tərəfdaşlarımızdır. Qaydalara görə valideyn sadəcə səhər uşağı bağçaya qoyub axşam götürən bir şəxs deyil. Onlar fəal təlim iştirakçılarıdır. Elə buna görə də bağçalarda valideyn şuraları fəaliyyət göstərir. Tərbiyəçi hər gün valideynlə qısa da olsa ünsiyyət qurmalı, uşağın maraqları, qazandığı yeni vərdişlər barədə məlumatı bölüşməlidir. Açıq qapı günləri, birgə layihələr, şənliklər, bütün bunlar valideyni də təlimin içinə çəkir. Və inanın mənə, evlə bağça arasında körpü nə qədər sağlamdırsa, uşağın inkişafı da bir o qədər sürətli olur. Bəli,
Çatdıq dördüncü, bəlkə də ən çox sual doğuran, ən həssas bölməyə, qiymətləndirmə və dəyərləndirmə. Bütün bu etdiklərimizin nəticəsini necə izləyirik? Gəlin burada çox vacib bir konseptual fərqə toxunaq. Pedaqoji sənədlərimizdə bu iki söz tez-tez yan-yana çəkilir, amma fərqli mənalar daşıyırlar. Qiymətləndirmə nədir? Bu, sadəcə məlumat toplamaqdır. Uşağı izləmək, rəsmlərini yığmaq, hansı oyunda necə davrandığını qeyd etmək. Yəni, faktları bir qutuya yığırıq. Bəs dəyərləndirmə nədir? Baxın, dəyərləndirmə artıq analitik prosesdir. O qutunu açıb, o faktlara baxıb təhlil etməkdir. Uşağın inkişafı barədə məntiqi bir nəticəyə gəlmək və sonraki qərarları qəbul etməkdir. Qısacası, biri digərinin məntiqi davamıdır. Yəni, biz məlumatı qiymətləndirib, nəticəni dəyərləndiririk. Bunu 4 ardıcıl addımla həyata keçiririk. Təsəvvür edin, birinci addımda siz müntəzəm olaraq müşahidə aparırsınız, qeydlər götürürsünüz. İkinci addımda o məlumatları toplayırsınız. Bura uşağın portfeli, çəkdiyi şəkillər, valideynin anket cavabları daxildir. Üçüncü addım təhlildir. Fikirləşirsiniz ki, aha, əli rəngləri çox yaxşı seçir, amma komanda oyunlarında yoldaşları ilə oyuncağını bölüşməkdə çətinlik çəkir. Nəhayət, ən həlledici 4-cü addım gəlir. Fərdi təlim planında düzəliş etmək. Əgər siz 3-cü addımda təhlil etdiyinizi 4-cü addımda praktikaya tətbiq etmirsinizsə, bütün bu izləmə prosesi sadəcə kağız israfıdır. Elə bu da bizi dəyərləndirmənin o məşhur inkişaf etdirici roluna gətirib çıxarır. Bəzən səhvən düşünürlər ki, qiymətləndirmə uşağa qiymət vermək, onu etiketləmək üçündür. Qətiyyən. Bizim topladığımız məlumatlar, dediyimiz kimi, dərhal iş üsulumuzu dəyişməyə xidmət etməlidir. Bayaq kimi misala qaydaq, əgər uşaq paylaşmaqda çətinlik çəkirsə, siz bunu qeyd etməklə kifayətlənmirsiniz. Siz öz fəaliyyətlərinizə paylaşmağı təşviq edəcək yeni, əyləncəli bir didaktik oyun əlavə edirsiniz. Yəni, qiymətləndirmə əslində pedaqoqun özünü qiymətləndirməsidir, öz metodlarını daima uşağın ehtiyaclarına görə adaptasiya etməsidir. Və nəhayət 5-ci, sonuncu bölməmiz proqnozlaşdırma və yekun nəticə. Gələcək ehtiyacları qabaqcadan görmək. Proqnozlaşdırma sözü çox maraqlı və bir o qədər də dərin bir məfhumdur. Mənbəmizi araşdıranda çox spesifik bir detallara rastlaşırıq. Azərbaycanın rəsmi normativ sənədlərində, qaydalarda proqnozlaşdırma sözü xüsusi bir mərhələ kimi açıq-aşkar qeyd olunmayıb. Amma beynəlxalq pedaqoji psixologiya, xarici təcrübələr deyir ki, bu işimizin ayrılmaz hissəsidir. Xüsusilə 4-5 yaşlı uşaqlar artıq müəyyən səbəb-nəticə əlaqələrini qurmağı, keçmiş təcrübələrinə əsaslanaraq nəsə seçimlər etməyi bacarırlar. Və müəllim olaraq biz də uşağın məhz bu potensialını görüb, onun gələcək addımlarını proqnozlaşdırmağı bacarmalıyıq. Gəlin bunu praktik nümunə ilə izah edək. Deyək ki, siz bir uşağı müşahidə edirsiniz. Görürsünüz ki, o kəşf etməyə, hər şeyi söküb yığmağa həddindən artıq meyillidir. Amma eyni zamanda çox tez sıxılır, diqqəti yayınır. Proqnozlaşdırma bacarağı sizə deyir ki, mən sabah bu uşaq üçün elə bir fəaliyyət qurmalıyam ki, həm onun söküb yaratmaq marağını qarşılasın, həm də onu daha uzun müddət fokuslanmağa məcbur etsin. Yəni, bugünkü müşahidə ilə siz sabahki dərsinizi proaktiv şəkildə dəyişirsiniz. Və bilirsiniz, bu nə deməkdir? Bu, o deməkdir ki, siz prosesin ən əvvəlinə, yəni planlaşdırmaya qayıdırsınız. Budur mükəmməl dairə. Baxın, bütün icmalımız boyu danışdığımız bu möhtəşəm zəncirvari əlaqə məhz budur. Gəlin bir daha üstündən keçək. Biz planlaşdırma ilə yola çıxdıq. Dövlət standartlarından güc alaraq məqsəd qoyduq. Sonra təşkilat mərhələsində bunu o cəlbedici, oyun dolu mühitlə reallığa çevirdik. İdarə etmədə həm rəhbərliyin, həm valideynin dəstəyi ilə sükanı əlimizdə saxladıq. Qiymətləndirmədə uşaqlarımızın hansı nəticələrə çatdığını izlədik. Və sonda proqnozlaşdırma ilə gələcəyi görüb yenidən daha güclü şəkildə planlaşdırmaya qayıtdıq. Hər bir həlqə digərinə elə sıx bağlıdır ki, birini belə çıxartsanız, sistem əksik qalar. Yekun olaraq onu demək istəyirəm ki, məktəbəqədər təhsildə işlənən bütün dərsliklər, vəsaitlər, metodik materiallar məhz bu sistemli standartlar üzərində formalaşır. Biz kurikulumun tələblərini mənimsəyib, bu pedaqoji mexanizmin necə işlədiyini içsəlləşdirəndə, təhsilin keyfiyyəti dərhal, gözlə görüləcək şəkildə yüksəlir. Çünki biz artıq nəyi, niyə və necə etdiyimizi tam şuurlu şəkildə bilirik.
Bütün bu təhlilimizin birgə keçirdiyimiz bu vaxtın sonunda mən sizə, yəni işin tam mərkəzində olan peşəkarlara belə bir düşünüləsi sual ünvanlamaq istəyirəm. Sabah sinif otağınıza girəndə bu böyük zəncirin hər bir həlqəsini öz gündəlik təcrübənizdə necə daha mükəmməl, daha canlı tətbiq edə bilərsiniz? İstər inteqrativ planlaşdırmada olsun, istərsə də dəyərləndirmədə. Düşünürəm ki, bu sual bizi daim irəli aparacaq əsas lokomotivdir. Məktəbəqədər təhsil sahəsindəki bu müqəddəs və dəyərli fəaliyyətinizdə sizlərə və böyütdüyünüz o balaca fidanlara sonsuz uğurlar arzuluyuram. Ümid edirəm ki, bugünkü axtarışlarımız işinizə yeni bir nəfəs gətirəcək. Dinlədiyiniz üçün, iştirakınız üçün hər birinizə təşəkkür edirəm.